İşki dişi ilə tutub, ağzı ilə tutub saxlayır. Düşmən nanəcib meşkə bir ox vurdu. Deyirlər Əbəlfəz ağa çox məyus oldu. Sanki oradan üzün tutdu Rüqəyyə tərəf. Rüqəyyə daha mənə bağışla. Gətirib çatdıra bilmədim. Bir ox atdı, düz gəldi İmam Əbəlfəz ağanın gözünə batdı. Adamın qolları olmaya gözə ox batar. Oxu necə çıxardarsan? Deyirlər bilsən neynədi İmam Hüseyin? Əbəlfəz ağa oturdu yerə, dizləri ilə oxu tutdu, dizləri ilə çəkməyə başladı. Bir də onu gördülər, qışqırdı. Ədrikni ya əxa, ay qardaş çatdır özün mənə, öldüm.